Avrasiya materikinə aid olmayan xüsusiyyətləri müəyyən edin. Bildiyimiz kimi Avrasiya dünyanın ən böyük materikidir, və, bu materik haqqında görək, yazılanlardan hansı bənd yanlışdır? Qeyd olunduğu kimi yalnız qədim Platondan ibarətdir. Xeyr, deyərdik ki, elə yeganə materikdir ki, Avrasiya. Bu ərazidə həm qədim, həm də biz cavan platformlara rast gəlirdik. Belə ki, bu ərazidə Qərbi Sibir, Turan, Ön Qafqaz kimi cavan platformalar var. Demək ki, bu bənd elə yanlış olan, yəni materikə aid olmayan bənddir. Bu doğru bəndimiz sayılacaq. Digər bəndlərə də bir nəzər salaq. Sahilləri daha çox parçalanır. Bəli, sahilləri daha çox parçalanmaya məruz qalıb. Bunun ən böyük hissəsi şimal və şərq yarımkürəsində. Bəli, doğru bənddir. Şimal və şərq yarımkürəsində yerləşir. Şimal yarımkürəsinin bütün iqlim quşağına yerləşir. Bəli, ekvatordan tutmuş Arktika qədər bütün iqlim quşaqları bu ərazidə var. Bütün okeanlar əhatə olunub. Bəli, 4 okeanın hər dördü ilə də Avrasiya materiki yeganə materik olaraq həmsərhəddir. Demək ki, bizim burada yanlış olan bəndimiz yalnız qədim platformadan ibarət olması bu yanlış bənd olur.